Herkese selam dostlar. Yepyeni Dilimlik Sokak 2025 videosuyla sizlerin karşısındayım. Bugün Sercan abiyle oyuncu Pekay'la vs atıram. Yani ne vaxt vs atmaq istəyirdik. Allah qismət elədi. Bugünə videonu çəkəcəm. Yani hal-hazırda bugün Azərbaycanda yəni şənbə günüdür. Mən bunu şənbə günü çəkirəm. Türkiyədə də şənbə gündür. Amma ki bir-iki gün fərqlə çəkəcəyik də. Biraz qarışıq oldu, özür sayın. Yəni beyin getdi. İndi qaldığımız yerdən devam. Yəni mən komandam özünüz bilirsiniz. Yəni elə güclü komandam yoxdur. Əvvəlki komandam olsaydı, əvvəlki komanda ilə dirəşərdim. Amma indi bugün Sercan abi ilə ondan zəif kadro ilə çıxış edəcəm. Buradan indi bilmirəm, Sercan abi mənə yəqin salamzad göndərib. Məndə smayliklər bağlıdır. Yəni ona görə üzr istəyirəm, salamzad göndəribsə. Yəni video baxanda öz avtomatik olaraq başa düşəcək. Erling Haaland'dan gəldi və birinci qolunu vurdu. Təbriklər. Həqiqətən çox mükəmməl başladıq videoya. Çox əla oldu. Sercan abi izlətmədi qolun təkrarını, sağ olsun. Qaldığımız yerdən davam. 6-cı dəqiqədə birinci qolu yedi. Valverdeni uşaqları. Burada mən Salah'a satdım. Ona görə sağ cinaha Valverdeni qoymuşam. Yəni çox belə qarma-qarışıq oyunculardan ibarət bir kadron var. Rəqib komandanın oyuncuları çox qəşəng gəlir, düşür. İndi yenidən rəqibini zonu izləyirik. Bu nədir belə? Erling Haaland. Erling Haaland və 15-ci dəqiqədə Toni Kroos'la ikinci qol vurduq. Bu Toni Kroos məndə də var uşaqlar. Ancaq qara kart olmadığı üçün heyətə qata bilmirəm. Bu videonu mənim iki kanalımın ikisində də izləyəcəksiniz. Həm yeni açdığım həm də ki bu kanalda aktiv olaraq yayınlanacaq. Cristiano Ronaldo ilə çox qəşəng gəlir. Ronaldo! Birinci qolumuz gəldi. 93 dərəcədə uşaqlar Ronaldo məndə. Yəni əvvəlki olan hesabım getdi, yenidən başladıq. Bu hesabda da yəni mən o qədər çox oyuncuya önəm vermirəm deyilən. Ancaq qızıl elmas kasıramda. Yəni Azərbaycanda mən bilənlər bilir 400 minə yaxın qızılımız var. Allah min şükür olsun. Yəni hər birində öz əziyyətimdən kasmışam. 400 minə qədər necə deyim? Özüm eləmişəm 400 mində bir dənə nə deyirlər ona, sezon pas deyirlər. Sezon pas aldım ki reklamları aradan qaldırdım. Onda bir qardaşımız var, Allah canı sağ eləsin. Dedi reklamları aradan qaldırmaq üçün sezon pas almalısan. Yəni buradan da ona çox təşəkkür edirəm. Amma ki yenə sözümüz yarımçıq qalır. Valverde rəqib komanda, yəni oyuncu PK 3-cü qolunu vurur. Eder Militao, Alexander Arnold, Kevin De Bruyne, Casemiro, Erling Haaland. Rəqib komanda çox qəşəng oyun sərgiləyir hal-hazırda. Rudiger Matos. Həqiqətən Matos'un dərəcəsində bərk qaldırıb. Mən birinci Dava Suker'in dərəcəsini qaldırmaq istəyirəm inşallah. Çünki Dava Suker məndə necə deyim, yəni birinci oyuncudur. Burada biraz dəyişikliyə gələcək. Mənim öz küncdən zərbədə taktikam var. Məni izləyənlər, çoxdan izləyənlər bilər. Yəni sol ayaqla vururuq, qapısını getiririk və qaldırıram. İnşallah alına Kolibali ilə qaldırdı. Cristiano və birinci qolumuz Cristiano Ronaldo ilə əlaya. Bu taktikanı çox sevirəm. Yəni əvvəl dümdüz qaldırırdım, nə olar. Amma ki indi elə deyil, taktikamız var. Yəni bu oyunda özümüzü günü-gündən gelişdirməyə davam edirik. Valverde. Rəqib komanda çox qəşəng. Dirək nə idi elə? Yəni direkt tutardı bizi. Uşaqlar, bu kanalımda Sercan abi ilə bir dənə də VS videomuz var. Yəni bu kanal ola bilər, necə deyim, bizdə iftar var. Yəni yeni gələnlər videomuzu, kanalımızı yeni izləyənlər üçün deyirəm. İftar nədənindən, yəni iftar səbəbindən ola bilər bu kanal bağlanar deyilən. Bizim ikinci kanalımızda da bu video yayınlanacaq. Plus da ki, necə deyim, yəni əvvəl olsaydı bir dənə bu kanalda paylaşardım. İndi bu kanal risk altında deyə ancaq iki kanalın ikisində də paylaşmağı düzgün gördüm. Eder Militao rəqib komandanın hücumunu izləyirik. Ancaq Militao öz yerində uşaqlar. Müdafiəçilərim qoca, yaşlıdır biraz. İnşallah ilk 11'lik başqa 11'lik olacaq. Yeni ilk 11'liyi almışam. Van Dijk, Saliba falan. İnşallah onları qara kart eləyəcəm və yenə sözümüz ağzımızda qalır. Rəqib komanda qəşəng qol vurur. Yəni mənim müdafiəçilərim zəifdir. Kolibalidir, Eder Militao'dur. Yaşlıdırlar da ən azından. Amma Saliba ilə Van Dijk ikinci 11'likdə
Hazır olaraq gözlüyük Erling Haalanddan bir dəqiqə qolumuzu vuraq Erling Haaland. Çox qəşəng 3-cü qolumuzu vurduq. Əla. Qəşəng 3-cü qolumuzu 58-ci dəqiqədə vurduq. Rəqib komandanın hücumunu izləyəcəyik. Rudiger. Yəni dediyim kimi rəqib komanda həqiqətən Rudiger və müdafiəçiləri çox güclüdür. Mbappe, Toni Kroos, Erling Haaland orada yaxşı penal olmadı. Çünki topa hücum eləmişdi. Valverde rəqib komandada şeydir. Nədir onun adı? Qara kartdır. Erling Haaland arxaya qabaq eləyib topla keçdi və 5-ci qol. 5-ci qol uşaqlar. 5-ci qol. Çox əsaslar olsun. 5-ci qolda yedik. Hernandez Guardiola əvəz etməsi. Yəni mən taktikam bu şəkildədir. Biraz oyuncuları dəyişim. Kim Min-jae var məndə uşaqlar. Köhnələr hal-hazırda Bayern'də oynayır deyəsən. Hələ də Bayern'də qalıbsa Bayern Münxendə. Əvvəl bizim oyuncu Pekan özü də Fənərbağçalıdır. Fənərbağçamızda oynayırdı. Mən də Fənərliyəm. Fənərdən sonra getdi bu. Hara getdi? Napoli'yə getdi. Yoxsa ya Napoli ya da Lazio. İkisindən biri Napoli olmalıdır. Səvərəmsə. Ondan sonra da Bayern Münxenə getdi. Kim Min-jae. Koulibaly. Rəqib komanda 5-ci qol vurduqdan sonra çox rahat oyun göstərir. Biraz yəni hücum edib qol vurmağa çalışmalıyam uşaqlar. Cristiano Ronaldo, Çalhanoğlu və rəqib topu hakimə vurdu orada. Hakimin deyəsən boynu yetdi. Yəni pis mənada demirəm, yaxşı mənada boynu qırıldı orada. Çünki pislənmişdi. Erling Haaland topu göyə göndərir. 80-ci dəqiqə gedir. Topu qabağa göndərdik. Çalhanoğlu, Cristiano Ronaldo, Davor Suker, Alexander Arnold, Eden Militao qabağa göndərdi. Ronaldo, Erling Haaland sağ tərəfdən Mbappe'yə gəlib tap çatmır. Yəni mən tərəfdən aldıra bilmədik. Alexander Arnold yenidən topu Mbappe'yə göndərməyə çalışacağım. Çünki Mbappe sürəti çoxdur. Yəni onu mən vuruşa qoymadım. Yəni hücuma qoymadım. Çünki dayan. Şir 6-cı qol gəlmədi. Mbappe'ni ilk 11-likdə hücuma qoymadım. Çünki boy balacadır. Sürəti olmasına baxmayaraq mən hündürboy oyuncuları daha çox sevirəm. Burada da Sərzan abi axırıncı dəqiqələrdə qapını yoxlamağa çalışdı. O da ki top yuxarı ilə getdi və oyun bitir 5-3. Nə qədər vuruşla oynamışıq? 3 vuruş, 3 qol. Yəni rəqib komanda göstərən o qədər vuruşla 5 dənə qol vura bilib. Həqiqətən halal olsun. İkinci oyunumuz başlayacaq uşaqlar. Dediyim kimi kanalımıza yeni gələnlər 400.000 qızılımız var və Azərbaycanda ilk YouTuberam ki, yəni ilk DLC oyuncusu olaraq necə deyim, mən 2014-2015-ci ildən oynayıram. Yəni məni bu oyundan tanıyanlar və bu videodan əvvəl də tanıyanlar, bilənlər bilir ki, yayınımızda VS-lərimiz də olur. Əgər istəsəz, VS-lərə gəlmək istəsəz, necə deyərlər, abunə olub zili aktiv edin. Əsasən də Azərbaycanlılarda, yəni türkçələr yorumlarda görürəm, həqiqətən ləzzət edir. Azərbaycanlılar isə gəlir yayında və yaxud videoların altında elə, necə deyim, özlərinə yaraşan sözlər yazırlar ki, həqiqətən ləzzət eləmir. Amma ki, görürsə, yəni rəqib türkçəllər daha çox dəstək olurlar. Cristiano Ronaldo və top çölə çıxır. Çox qəşəng gəlmişdi axı. 6-cı dəqiqə. Rəqib komanda 6-cı dəqiqəni bundan əvvəlki oyunda qəşəng qol vuraraq qabağa keçmişdi. Robertson yenidən topu aldıq. Rəqibin hücumunun qarşısını almaq məqsədi ilə hücuma, necə deyim, qarşılıq vermək lazımdır ki, dirək nədir? İkinci dəfə qapını yoxladıq. Olmur. İndi 11-ci dəqiqə rəqibin hücumunu izləyirik uşaqlar. Rəqib sağ tərəfdən gəldi. Muhammed Salah qabaqda Erling Haaland var. Əvəz etmə eləyibdi Sərzan abi. Erling Haaland, Cristiano Ronaldo, topu da bilmirik. Van Dijk. Həqiqətən necə deyim? Valla qırmızı vermə. Xahiş edirəm, qırmızı vermə. Xahiş edirəm və sağ olsun hakim. Rəqib hal-hazırda topu göndərdi. Vinicius Junior var. Ay Allah, bu nə tər kadrodur belə. Koulibaly qabaqda.
Boşluq var. Xəritədən baxdıq. Erling Haaland, qabaqda Ronaldo pas verdi. Yenidən qabağa göndərək. Erling Haaland vur. Oy oy oy. Oyuncusuna deyərək Sərcan abinin geri dönüş eləyir. Rodri, Cristiano Ronaldo, Erling Haaland. Erling Haaland topu aldı. Oradasan, topu niyə almırsan? Vinicius Junior, Van Dijk, Vini qabağa göndərdik. Yenidən mənim Vini Juniorum. Erling Haaland, birinci gol gəlsin artıq və həqiqətən dilim dolaşdı. Gol vurduq. Çox qəşəng. 32-ci dəqiqəyə sayılırdı. 31:55-dir. Yəni 33-cü dəqiqəyə yazılacaq böyük ehtimal. Van Dijk, Mateus, rəqib hal-hazırda hücum edir. Mateus'dan topu aldıq. Yenidən uşaqlar topu rəqibə vermək lazım deyil. Çünki Sərcan abiyə top verdim, bir gedir qapı gol göndərir. Yəni Erling Haaland ikinci gol gəlsin artıq və müdafiəsində keçdik. Qapıcı ilə üzbəüz qaldıq. Qolumuzu vurduq. Cristiano Ronaldo. Yəni bu oyuncu mənim üçün həqiqətən çox mükəmməldir. Ola bilər inşallah etkinliklərin hər hansı birini qazansam, Bənövşə etkinlikdən gələnki sezonlarda Ronaldo 88, Ronaldo 88, hətta Messi belə olsa alsam daha yaxşı olar. Bilirsiniz ki, mən Ronaldo zar keçirəm uşaqlar. Messini necə deyim, çox sevirəm. Həqiqətən mükəmməl də oyuncudur, amma bir komandada 2 dənə keçi, 2 dənə şir olmaz deyə düşünürəm. Ona görə də Messinə hələ ki transfer eləmirik. Ola bilər o birisi, yəni yeni kanalımızda necə deyim, Messi videosu gələr. Bir də ki, bu videonun ortasındayıq, hətta sonuna gəlirəm demək olar. Yəni bunun ikinci hissəsində uşaqlar. Oy 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 oy, üçüncü gol nə gol idi elə. Erling Haaland çox qəşəng gol vurduq. Bunun ikinci hissəsində uşaqlar qapıcılarla gol vurmağa çalışacağıq. Qapıcıları hücuma qoyub oynayacağıq. Yəni inşallah bu videomuz tutar. Yəni kəşfədə düşər. Yeni kanalda da bu kanalda da video yayımlanacaq. Bundan əlavə birinci oyunumuzda qapıcılarla oyun oynamaq olacaq. Bir də cəza sahası dışından, yəni xətti keçməmiş və 4-0 həqiqətən çox qəşəng geri dönüş. Yəni ikinci oyunumuzda 4 dənə dalvada qol vurmağımız mükəmməl oldu. Əla. Dediyim kimi inşallah bunun ikinci seriyası, ikinci bölümünə gəlmək istəsəz, yəni videoya maksimum dərəcədə bura qədər izləyənlər ən azından bir dənə like düyməsinə bassa, video kəşfədə düşər. Nə deyirdik? İkincidə qapıcılarla qol vurmaq və cəza sahası dışına rəqib komanda Sərcan abi birinci qol vurdu. Neçənci dəqiqə gedir? 64-cü dəqiqə gedir. Nə deyirdim? Cəza sahası dışına girmədən oyunumuz olacaq. Ümid edirəm ki, bu videomuz izlənər. O videonu da çəkməyə davam edərik. Erling Haaland, Mbappe, Messi, Messi'dən top aldı, Koulibaly, Erling Haaland buradan vursa yaxşı olar. Erling Haaland. 5-1. 5-1. Təsəvvür edin, bundan sonra Sərcan abi məni gəlib elə 6-5 tokatlayır. Olur əla. Saliba. Rəqibin sol cinahına hücumunu izləyir uşaqlar. Mateus, Muhammed Salah, Mbappe, boşluğa bax, onu boşluq deyirəm. Şür topu tutduq deyəcəkdim ki, səndə mən top əlimizdən, ayağımızdan çıxıbmış. Guardiola. 5-2. Aldığımız yerdən Valverde, Kevin De Bruyne, Cristiano Ronaldo. Kevin De Bruyne'dən topu aldıq. Bruno Fernandes. Topu alıb yenidən geri qayıtmaq nə deməkdir? Mbappe 3-cü gol mu gəlir? Şür qaytardıq. Nə deyirəm uşaqlar? Sizə belə bir şey deyim. Mən ilk 11-likdə göstərən kadro komanda elə güclü deyil. Məsələn, Davor Suker'dir, ondan sonra Bruno Fernandes falan sakat deyilən versələrdə ilk oyuna qoymaq olmurdu, yəni oyuncuları. Ona görə də necə deyim? İlk 11-liyi ürəyi istəyən kimi kadro ilə girə bilmədim. Oyunculardan problemli bir şeydir. Amma ki buna da şükür rəqib küncdən zərbəni çölə göndərdi. 83-cü dəqiqədir, 5-2 qabaqdayıq. Alisson Becker, Koulibaly, Erling Haaland,
Erling Haaland, Kolibali. Müdafiəçiləri dəyişməliyəm. Müdafiəçilər həqiqətən dəyişilməlidir. Çünki qocaman müdafiəçilərdir. Bu mənim 2023 kadrom olmalı idi. Oyuncu PK ilə VS videomuzda bu kadro ilə oynadığım yadıma düşür. Səhv eləmirəmsə, həmin kadroda uşaqlar. Tapa bilsəm linki buralara bir yerlərə yerləşdirəcəm. Yenə baxarsınız. Rəqib komanda topu qabağa göndərir. Son saniyələr demək olar. 5 dəqiqə əlavə olunub. Erling Haaland ona keçirdi. Topu durub baxmaq nə əlaqə? Bax, niyə durub baxırsan? Topun qabağındasan, al da bunu. Yəni penal eləməkdə qorxuram. Penal eləyəndə də Səyzin abi elə oyunçu düşən penala qaçılmaz heç vaxt. 5-4. Şükür. Dostluq, arkadaşlıq qazandı. Həqiqətən bir dəfə oldu, yenə bir dəfə mən atdım, ləzzət elədi. Bu videoda bu qədər olsun. Bura qədər izləyənlər, ən azından məni dəstəkləyənlər, Azərbaycanlılar, sırf öz ölkəmizdə olan qardaşlar, bir dənə yayını bəyənək, abunə olaq. Türkiyələrdən də dəstək gözləyirəm. Videomuzu bəyənsəz yaxşı olar. Allah'a əmanət olun uşaqlar.